Balakəndə kafelərin birində başlayan mübahisə qanla bitib, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini olan Paşa içkinin təsiri altında kafedə səs-küy salaraq ətrafdakıları narahat etməyə başlayıb. Bu zaman kafedəki digər şəxs Səlim ona yaxınlaşaraq davranışına görə iradını bildirib. Səlimin xəbərdarlığı vəziyyəti daha da gərginləşdirib. Paşa nalayiq ifadələr işlədərək mübahisəni böyüdüb. Münaqişə zamanı o masanın üzərindəki pivə bokalını götürərək gözlənilmədən Səlimin baş nahiyəsinə zərbə endirib. Zərbə nəticəsində ağır xəsarət alan Səlimə dərhal tibbi yardım göstərilib. Paşanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xulqanlıq hərəkətləri törətmək maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Paşa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Səlimi 10-15 ildir tanıyır, kəndlisidir, bir yerdə böyüyüblər, qardaş kimidirlər. Balakən şəhəri Heydər Əliyev prospektində başlayaraq Bayraq meydanının yaxınlığında yerləşən adsız kafeyə gedərək pərdə ilə kəsilmiş kabinetdə tək əyləşdim, pivə içməyə başladım. Saat təxminən 00:30-da Səlim yanında Flora adlı xanımla oraya gəldiyini gördüm. Həmin şəxslər kafenin orta hissəsində yerləşən masada oturaraq özlərinə pivə sifariş verdilər. Mən Səlimi görən kimi öz əyləşdiyim kabinetə çağırdım və o da yanıma gəldi. Biz söhbət etməyə başladıq. Mən Səlim ilə söhbət edən zaman Flora bir neçə dəfə səsləyərək onu öz yanına çağırdı. Amma Səlim isə getmədi. Nəticədə Flora əyləşdiyimiz kabinetə gələrək pərdəni araladı, Səlimi çağırdı. Mən Floranın bu hərəkətindən əsəbləşərək qarşımda olan pivə bokalının içərisində olan pivəni onun sifətinə attım deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səlim ilə arasında anlaşılmazlıq olub. Mən də spirtli içkinin təsiri altında olduğumdan özümdən çıxdım və əsəbi halda Səlimin başına bir dəfə vuraraq ona xəsarət yetirdim. Bu zaman əlimdə olan pivə bokalı qırıldı, lakin söyməmişəm, kafedə bizdən başqa şəxslər olub, lakin onları tanımıram deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Balakən rayon məhkəməsinin hökmü ilə Paşa 2 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bundan başqa Abşeron rayonunda 72 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə bu ilin yanvarın 13-də baş verib. Beyləqan rayon sakini 1954-cü il təvəllüdlü Mehdi həmin gün gecə saat 00:30-da yaşadığı evdə arvadı Zəminə ilə ev heyvanı olan pişik saxlamaq üstündə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar ailə məişət münasibətləri zəminində mübahisə baş verib. O, həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, əl yumruq zərbəsi ilə onun baş nahiyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Zəminə ilə 1992-ci ildə rəsmi olaraq ailə həyatı qurub, birgə nikahdan
2 övladı var. Bu ilin yanvarın 13-də gecə saat 00:30-da yaşadığım evdə olarkən oğlum Vüsal üçün evə pişik gətirdim. Həmin vaxt arvadım pişiyin evdə saxlanılmasına etiraz etdi. Evdə həmin pişiyə baxa bilməyəcəyini, pişiyin evi batıracağını, pişiyin evdə aparılmasını istədi. Mən də Zəminənin pişiyi evdən göndərmək istədiyini gördüm. Ona pişiyi evdə saxlanılmasına heç kəsə problem olmayacağını dedim və öz iradımı söylədim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək əlim ilə bir dəfə Zəminənin baş nahiyəsinə zərbə vurdum. İkinci dəfə Zəminəni əlim ilə vurmaq istədim. Amma Zəminə əlini başından qarşısına tutdu və əlim onun əl nahiyəsinə dəydi. Bundan sonra mübahisələrimiz başa çatdı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, cinayət əməlinin nəticəsində dəymiş ziyanı ödəyib, zərərçəkmişlə barışıq əldə edib. Abşeron rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.